Bugün bildiğiniz gibi Türkiye'nin Antalya şehrinde dünya çempionatına yola düşürük. Muay Thai Federasyası'nın prezidenti olarak ve bu tuttuğumuz idman yolunda bütün idmancılarımıza uğurlar arz edirik. 16 idmancı, 4 rəhbər heyətlə bu yarışa yola düşürük. Ancaq çətinliklərə baxmayaraq, çətinliklərlə də olsa bu yarışı etməyimiz üçün İdman Nazirliyi tərəfindən bizə heç bir köməklik olunmadı. Bildiyiniz kimi İdman Nazirinin şöbə rəisi Elnur müəllim tərəfindən tam olaraq qarşımızın alınmasını öz səylərini göstərdi və bildiyiniz kimi Muay Thai Federasiyasına əks olaraq Kickboks Federasiyasının vitse-prezidentin və digər nümayəndələrin yola saldı və orada qarşı durma yaratması üçün bunları etdi və biz bilirik ki, Dünya Muay Thai Federasiyasının qarşısında bizim nüfusumuzu aşağı salmaq üçün bu addımları atır. Ancaq buna baxmayaraq Muay Thai Federasiyası hər zaman yarışlarda öz gücünü göstərmişdir. İstir Avropa oyunlarında, istir dünya oyunlarında, istir dünya Avropa çempionatlarında hər zaman öndə olub. Bugünkü yarışda da öndə olacaq. Qabaqda gələn İslam oyunlarına da hazır olacaq və buradan da üzümüzü tuturur İdman Naziri Fərid müəllimə, cənab nazirimizə üz tuturuq ki, Elnur müəllimin etdiklərinin qabağını alsın və biz Muay Thaiistlərin və biz idmançılara maneə törədilməsin. Nazirlik tərəfindən heç bir vəsait ayrılmadı və bizim vəsaitdə deyilənlərə görə olduğu kimi Kickboks Elşən müəllimə ayrılmışdı bu vəsait və inanıram ki, tez zamanda dövlətimiz, dövlət başçımız bunun qarşısını alacaq, bu dövlət başçımıza çatacaq. Biz buna inanırıq və biz özümüz, öz hesabımıza, öz necə deyərlər, çətinliyimizlə, uşaqlarla bərabər, məşqçilərlə, vitse-prezidentlə bərabər olaraq axır ki, bu komandanın vəsaitini toplaya bildik və bu günləri Azərbaycanın 3 rəngi bayrağını, himnisini səsləndirmək üçün Antalya şəhərinə yola düşürük. Biz inanırıq ki, bayrağımız ən uzaq pillələrdə olacaq, himnimiz də ən uzaq səslərlə səslənəcək. Buradan da birbaşa üst tuturuq Fərid müəllimə, cənab nazirimizə üst tuturuq. Xahiş edirik ki, bu haqsızlığın qabağını alsın, Elnur müəllimin etdiklərini nəzər yetirsin və Muay Thai öz, necə deyərlər, azad fəaliyyət göstərməsinə malik olsun. Ona görə buradan bir daha nazirimizə ünvanlayırıq. Cənab nazir, biz idmançılarımızı və biz idmançı olaraq bunun önünü aldığına görə